Asan xidmətə 100 milyonuncu müraciət qeydə alınıb. Müraciət 7 saylı Bakı Asan Xidmət Mərkəzinə yeni doğulmuş vətəndaş İnci Kəmallı'nın anası Göyçək Kəmalzadə tərəfindən edilib. O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kəmalzadəyə Abadçı tərəfindən hazırlanan simvolik hədiyyə təqdim edib. Və bu illər ərzində 9 milyon 200 min vətəndaşa 100 milyon xidmət göstərilibdir. Və xidmətlər hər ötən il daha da artır. Əhalimiz bilirsiniz 10 milyondan bir qədər yuxarıdır. Amma 9 milyon 200 min vətəndaşa artıq xidmət göstərilib. Bu da o deməkdir ki, demək olar hər bir vətəndaş Asan xidmətdə 9-10 dəfə xidmətdən yararlanıbdır. Asan bizə çox doğmadır. Çünki özüm də Asan xidmətdə könüllü kimi fəaliyyət göstərmişəm. Eyni zamanda nigahımız da Asan xidmətdə qeydə alınmışdır. İndi isə 100 milyonuncu müraciətçi olmaq bizi çox sevindirir. Asan xidmət hər zaman şəffaf və operativ fəaliyyət göstərmişdir. Və buna görə də başda Asan xidmətin rəhbərliyi Ülvi müəllim olmaqla bütün kollektivinə dərin minnətdarlığımızı bildiririk.